Salamlar, vaxtınız xeyir olsun. Mən Adgözəl Nakşin, insan psixologiyası metodistim. Bugünkü mövzumuz ondan ibarət olacaq ki, bir psixoloji bir xəstəlik var, şizofreniya. Gəlin onun haqqında danışaq və biləcəyiniz və yaxud bilmək istəyəcəyiniz məqamları bölüşək. Deməli, şizofreniya xəstəliyi nədir və necə yaranır və hansı səbəblərdən? İlk başda şizofreniya xəstəliyi izahı, mənası, hərfi mənası tərcümə olaraq bundan ibarətdir ki, həmin xəstəliyə yoluxmuş şəxs hər hansı bir qəribə səslər eşidir. Ətrafında bir varlıq kimi hər hansı bir cisim və ya təbii, süni, reallıqdan kənar, amma reallığa bənzəyən bir şeylər görür. Bunu ya cin, şeytan kimi ifadələr yox. Sadəcə gözünə görsənən ümumən bir varlıq. İnsanın sanki ruhən kölgəsi kimi düşünə bilərsiniz. Və nəticə etibarilə bu xəstəlik nə üçün yaranır? Bu xəstəlik adətən özünə qapanan insanlarda özünü daha çox biruzə verir. Məsələn, biri var sosial insanlar, biri var asosial insanlar və qarışmayan, cəmiyyətdən kənarlaşan, özünü daima demotivasiya kimi mənfi şeylər, ünsürlərini düşünən və daima negativ, mənfi bir şeylər fikirləşən insanlar bu xəstəliyə daha çox yoluxmağın bir addımlığındadırlar, bir eşiyindədirlər. Və nəticə etibarilə hər zaman bu xəstəlik adətən ailə daxili və yüksək təzyiq ilə baş verən travmalardan da qaynaqlanır. Adətən bu travmalar bəs hansılardır, nələrdir kimi suallar yarana bilər beyninizdə. Bu travmalar bəzən cinsi zorakılığa məruz qalan, yaxud hər hansı bir valideynin həddindən artıq övladını aşağılaması, təhqir, küçümsəmə, alçatma kimi şeylər deyim sizə. Yəni bunlardan da qaynaqlana bilər. Əslində normal olaraq səbəbləri çoxdur. Sadəcə bunlar daha qabarıq olan travmalardır. Və ümumən bu xəstəliyi aradan qaldırmağın yolları və ya səbəbləri olaraq nəyə düşünə bilərsiniz? Daimi olaraq müsbət hər hansı bir hobbilər edinməlidir həmin şəxs. Məsələn, cəmiyyətə qaynamalı, qarşıma hər insandır, yox sən şizofreniyasan, sən xəstəsən, dəlisən deyib o insan kres qoyub gic formada, biraz da qeyri-etik kobud səslənəcək, cəmiyyətin ayrı salmaq olmaz. O daha da pis olar və daha da pis nəticələrə yol aça bilər. Mütləq şəkildə müsbət bir hobbilər edinməli, hər hansı bir özünə psixoloji dəstək mütləq almalı və psixoloji dəstəklə də birlikdə hər hansı bir sahədən yüksək dərəcədə olmasa da və orta səviyyədən biraz yuxarı və ya orta səviyyənin əslində bir keyfiyyəti varsa, onunla məşğul olaraq daima beynini hər hansı bir müsbət bir şeyə diqqətini cəlb etməli və bununla bağlı çalışmalı ki, o xəstəlik onu nə ələ keçirə bilməsin, nə də tuta bilməsin. Bu qədər. Suallarınız olduğu təqdirdə şərh bölməsi yaza bilərsiniz və yaxud fikirləriniz varsa bölüşə bilərsiniz. Seanslarımız onlayn və əyani həyata keçirilir. Mesaj bölməsini yaza bilərsiniz. Yaxın zamanda onlayn formada təlimlərimiz canlı olaraq TikTok sosial platformasından həyata keçiriləcək.